Bu videoda sizə xaricdə təqaüd üçün sənədlərin necə düzgün hazırlanması haqqında danışacağıq. Birinci, sizin CV-nizdir. CV-niz aydın və oxunaqlı olmalıdır. Burada akademik göstəriciləriniz, nailiyyətləriniz, eləcə də iş və təcrübə proqramlarında iştirakınız, könüllülük layihələri, dil göstəriciləriniz və əlavə olaraq iştirak etdiyiniz layihələr, proqramlar və s. öz əksini tapmalıdır. İkinci önəmli sənəd motivasiya məktubunuzdur. Niyə bu təqaüdü istədiyinizi, niyə bu universiteti seçdiyinizi və gələcək planlarınızı konkret şəkildə göstərirsiniz. Burada tövsiyə məktubları gəlir. Sizi akademik və ya iş sahəsində tanıyan 2-3 şəxsdən tövsiyə məktubu almağınız sizi təqaüddə digərlərindən daha önə aparır. Əlavə olaraq iştirak etdiyimiz könüllülük proqramlarını, layihələri və digər göstəricilərimizi unutmuruq. Önəmli olan sənədlərimizi vaxtında və düzgün şəkildə təqdim etməkdir. Əgər sənədlərinizi daha düzgün və peşəkar formada təqdim etmək istəyirsinizsə, Link Akademiyaya müraciət edə bilərsiniz.